Növbəti gəlir sahibkarlıq kompetensiyası. Sahibkarlıq kompetensiyası nədir? Baxın müəllimlər, düşünün ki, bir biznesiniz var, bir şirkət sahibisiniz və yaxud da bir kurs müdürüsünüz, siz bir sahibkarsınız. Bir sahibkar kimi hansı bacarıqlar sizdə olmalıdır? Problem həll etmə bacarığı, təşəbbüskarlıq, tənqidi təfəkkürə malik olmaq, yaradıcı təfəkkürə malik olmaq, planlaşdırmaq, israrlı olmaq, baxın maliyyə savadlılığı, bunların hamısı sizdə olmalıdır. Siz bir rəhbər kimi idarə etmə bacarığınız olmalıdır. Maliyyə savadlılığınız olmalıdır ki, büdcənin gəlirini, çıxarını, maaşı hesablaya biləsiniz. Təşəbbüskar olmalısınız. Daima yeniliyə can atmalısınız. İşinizi inkişaf etdirmək üçün yeniliklərə can atmalısınız. Və daha sonra problem həll etməyə bacarmalısınız. Məsələn, bir problem yaranarsa, şirkətinizdə, kursunuzda bir problem çıxarsa, siz onu dərhal həll etməlisiniz. Və təşəbbüskar olmalısınız, israrlı olmalısınız, problem həll etmə bacarığınız olmalıdır. Bir problem yaşandı deyə o şirkəti, o kursu bağlamalı deyilsiniz, eləmi? Yəni sahibkar necə olmalıdır? Problemdən çıxış yolunu bilməlidir. Necə etməlidir ki, bu problem həll olunsun? İşçilərlə danışıqdır, ünsiyyətdir, əməkdaşlıqdır, idarə etmə bacarığıdır. Bunların hamısı sahibkarda olmalıdır. Baxın, elə sahibkarlıq kompetensiyası da buna aiddir. Deməli müəllimlər, burada qeyd olunur ki, əsas biliklər hansılardır? İdeyaların reallaşdırılması üçün müxtəlif kontekstlərin, peşəkar, şəxsi, sosial sahələrdə imkanların olduğunu bilmək, həmçinin ideyaların yaranma yolları haqqında məlumatlı olmaq, layihələrin planlaşdırılması, idarə edilməsi ilə bağlı məlumatlı olmaq, yəni bir biznesi necə idarə eləyirlər, öncədən necə planlaşdırmaq lazımdır, nəyi necə etmək lazımdır, bunu əvvəlcədən məlumatlı olmaq lazımdır. Bunun üçün iqtisadiyyatdan, sosial və iqtisadi problemlərdən, işə götürən təşkilatların qarşılaşdığı problemlərdən və imkanlardan məlumat olmaq lazımdır ki, sahibkar hansı problemlərlə üzləşə bilər, işçilər arasında hansı problemlər yarana bilər, işdə hansı problemlər ola bilər, deyək ki, gəlirdə, büdcədə, nələr ola bilər. Baxın, bunların hamısını əvvəlcədən biz bilməliyik, məlumatlı olmalıyıq. Əsas bacarıqlar hansılardır? Strateji düşünmək, problem həll etmək, innovativ yanaşma, innovativ nə deməkdir? Yəni yenilik. Fərdi və komanda ilə işləmək, çünki siz bir sahibkarsınız, sizin komandanız olacaq, işçiniz olacaq. Komanda ilə işləmək bacarığınız olmalıdır. Maliyyə savadlılığınızı nümayiş etdirməlisiniz. Maliyyə savadlılığı olmalıdır. Büdcəni, gəliri hesablamaq üçün, maaşı belə deyim, maaşı işçilər arasında bölmək üçün bunların hamısını bilmək lazımdır. Bunun üçün bizə nə lazımdır? Maliyyə savadlılığı lazımdır. Daha sonra münasibətlər var burada. Təşəbbüskarlıq, fəaliyyətdə sərbəstlik, proaktivlik, yəni öncədən tədbirli olmaq, məlumatlı olmaq, uzaq görən, cəsarətlilik, məqsədə çatmaq, israrlılıq, bəli, problem yaşana bilər. Hər hansısa bir arzu olunmayan bir hadisə ilə qarşılaşa bilərik. Yəni sonuçta siz bu işə təzə başlayırsınız. Yəni siz burada problemlə qarşılaşa bilərsiniz. Amma bu o demək deyil ki, siz işinizi yarımçıq qoymalısınız. O problemi həll etmə bacarığı sizdə olmalıdır. Bir məqsədiniz olmalıdır. Məqsəd uğrunda çalışmalısınız. Başqalarına motivasiya etmək bacarığınız olmalıdır. İdeyaların dəyər vermək, insanlara qayğı, empatiya ilə yanaşmaq, yəni bir işçi, bir sahibkar öz işçisinə necə münasibət bəsləməlidir? Empatiya qurmalıdır, özünü onun yerinə qoymalıdır. Məsuliyyətli olmaq lazımdır, işinə məsuliyyətlə yanaşmaq lazımdır. Bütün proseslərdə etik davranış nümayiş etdirmək lazımdır. Bunların hamısı sahibkarlıq kompetensiyasına aiddir. 8-ci gəlir mədəni məlumatlılıq və özünü idarə etmə. Bu nə deməkdir? Mədəni məlumatlılıq və özünü ifadə etmə kompetensiyası özünün və başqalarının mədəniyyəti haqqında məlumatlı olmaq, başqalarının mədəniyyətinə hörmətlə yanaşmaq deməkdir. Bir növ tolerantlılıq fikri. Tolerantlılıq nədir? Yəni dözümlülük, başqa xalqların, başqa millətlərin mədəniyyətinə, dininə, inanclarına dözümlülük nümayiş etdirmək, dininə, mədəniyyətinə, incəsənətinə, tarixinə, belə deyək, mədəni şəkildə yanaşmaq, və burada qeyd olunur ki, yerli, milli, beynəlxalq mədəniyyətlərin xüsusiyyətləri, dil, adət, ənənə, mədəniyyət haqqında bu xüsusiyyətlərin bir-birinə təsir edə biləcəkləri haqqında məlumatlı olmaq, ideyaları, fikirləri müxtəlif mədəniyyətlərə uyğun şəkildə ifadə etmək, digər xalqların mədəniyyətinə hörmət, tolerantlıq nümayiş etdirmək, maraq göstərmək, dünyaya açıq olmaq, fərqli mədəniyyətlərdə iştirak etmək istəmək. Bunların hamısı nəyə aiddir? Mədəni məlumatlılıq və özünü ifadə etmə kompetensiyasına aiddir.